Salam dəyərli izləyicilər. Bu gün sizinlə belə bir suala baxacağıq. Dağın ətəyində havanın temperaturu -22 dərəcə Selsi, zirvəsində isə -2 dərəcə Selsidir. Dağın nisbi hündürlüyünü hesablayın. Dağın nisbi hündürlüyünü tapmaq üçün biz dağın zirvəsi ilə ətəyi arasında temperatur fərqini tapmalıyıq. Dağın zirvəsində temperatur -2 dərəcə Selsi, dağın ətəyində isə temperatur -22 dərəcə Selsi. Ətəkdəki temperaturdan zirvədəki temperaturu çıxırıq və fərqimiz -24 dərəcə Selsiyə gəlir. Bilirik ki, temperatur hər 100 metrdə 0,6 dərəcə, hər 1000 metrdə isə 6 dərəcə dəyişməkdədir. Deməli, temperaturun 6 dərəcə dəyişmək üçün 1000 metr lazımdırsa, 24 dərəcə dəyişmək üçün isə x metr hündürlük lazımdır. Tənasübü hesablayırıq. Tənasübü hesabladıqda cavabı 4000 metr almış oluruq. Deməli, dağın nisbi hündürlüyü 4000 metrdir. Doğru cavab B variantı.